Savalan sözünün etimolojisi orada yanlış verilmiş. O yanlış olduğunu da Zeki Velidi Togan özü söyleyir. Savalan sözünün səvalan, say değil, səvalan sözünün etimolojisi nedir? Bilirsiniz mi? Milliyyətçilikdir, dinçilikdir. Bunlar elmi araştırmanın qabağında əngəldir, ideoloji oluşturar. 1970-ci illərdə, Sovet zamanında o dəyişik etniklərin hamısı öz dillərinin lüğətnamələrini yazmışlar. O cümlədən Azərbaycan Respublikasında Tat dili və Talış dilinin lüğətnaməsi yazılmış və məndə var. Var bunlar, ikisi də məndə var. Xüsusən Talış dilinin lüğətnaməsi 1970-ci illərdə yazılmış. Azərbaycan müstəqil olandan sonra təzədən çap olmuş. Sanırım da artıq indi icazə verməzlər bəlkə çapına. İndi biraz təhlükə görürlər onlar. Xahiş edirəm bu kitabı əldə edin. Boş vaxtınız olanda baxın. Bəzi sözlər var bizim dilimizdə. Adamlar bu Talış dilini, Tat dilini bilmədikləri üçün. Çünki bunlar yerləşik millətlər idilər. Biz bura gəlmədən əvvəl bunlar burada yaşayırdılar və bu bölgələrin çoxunun adı Talışça və Tatçadır. Ona görə bu Talış lüğətnaməsi hər kəsin evində olmalıdır. Talış dilindədir savalan sözü. Sə baş deməkdir. Va ya da ba deməli qar deməkdir. Lan da, lan ya da lanı yuva deməkdir. Səvəlan ya da səbəlan olur başı qar yuvası. Hər zaman da onun başı qar görmüşlər. O da yayda da qar olar. Başı qar yuvası. Səvəlandır da bunun Talışça olması bizim bədbəxt edəcək. Olsun da Talışça da olsun. Həqiqət budur. Fars dili və Talış dili bir dil deyirlər. Bəlkə kökənləri məsələn 2000 il, 3000 il bundan əvvəl bir olmuş. Kürtcə, Tatça, Talışça. Tatça ilə Talışça bir-birlərinə çox yaxın dedilər. Ona görə V hərfi ilə B hərfi kökəndeş dillərdə bizdə də o cürdə də dəyişə bilir. Məsələn, biz deyirik barmaq, Türkiyədə deyirlər parmaq. Biz deyirik dil, D ilə də T bir-birinə dönüşə bilir ləhcələrdə. Türkmənlərdə deyirlər til. Yaxşı. İndi o zaman bunun Talışça olması bizə nə zərər verir? Talış da bizim millətdir, bizim coğrafiyamızda yaşayan etniklərdən biridir. Sə baş deməkdir. Fars dilində də sər baş deməkdir. Sərdən keçdi, yəni başdan keçən. Amma Talış dilində sər də deyilir. Onun belə qısaltılmış şəkli olaraq folklorda falan sə də deyilir. Va da deyilir, ba da deyilir. Fars dilində B hərfi ilə başlayır, Talış dilində V hərfi ilə başlayır bəzi sözlər. Məsələn, sə və lan. Və olur qar, lan da yenə Talış dilində sonu ə ilə bitən Fars dilindəki sözlər, Talış dilində o ə yox olur. Talış dilində lan olur yuva, Fars dilində lana bir də ə əklənir, artırılır, olur la nə. O da olur yuva. İkisi də yuva deməkdir. Lanə. Sə və lan, sə baş və qar, lan da yuva, başı qar yuvası. Bu qədər açıqlaması da bəllidir də, bu Talış dilindədir. Bu bir. İkincisi,
Savalanın ətrafında indi də talışlar yaşayır. Məsələn, Savalanın tam ətəyində bir dənə kənd var. Artıq azalmış olar. Şeydir adı, şeydir, mülki Talış, Talış mülkü. Talış dilində danışırlar. Amma ətraf türklərlə donatıldığı üçün türkləşirlər. Ərdəbilin ətrafı tamamilə Talışdır. Aşağı ambara, yuxarı ambara. Və tatdır. Məsələn, bizim məşhur şairimiz vardır da, Əbülqasım Nəbati. Özü deyir, mənim ana dilim tatçadır. Doğduğu kəndin adı Üçdibindir. Üçdibin rədifində yazdığı bir dənə şeir var. Orada yazır ki, dilləri tati, vəli şirin zəbandır Üçdibin. Dilləri tatçadır, amma şirin dillidirlər. Yəni, tat dildə şirin dildir. Amma türkçə yazır, çünki türkləşirdi bölgə. Bölgənin türkləşməsi soyqırımlarla falan olmayıbdır ki. Məhdud bir çevrədə yaşamağa adət edən, dünyaya yayılmaq iddiası olmayan, qismən tənbəlləşmiş bir millət, yeni həyəcanla gələn millətin iradəsinə tabe olur. Bu təbii bir şeydir. Bunu Lev Gumilev etnogenezis sürəci adlanır. Yerləşik millətlər sonra gələnlərin içərisində könüllü olaraq, ya çarələri yoxdur yəni, şey olurlar, ərməyə başlayırlar. Bunu məsələn türklər gələrlər, asimilasyon proqramı uyğulayarlar. Türklərdə heç vaxt o boyda ağıl olmayıbdır. Gələrlər, öz dillərini məktəb dili edələr, başqa dilləri əridələr. Zaten elə olduğunda o dil müqavimət göstərir. Yəni bir dənə dövlətin bir proqramı olsa, bir milləti tarixdən silməyə, təhsillə, modern imkanlarla, o dil dirənir, daha da güclənir. Məsələn, İranda elə oldu da, Pəhləvilər zamanında türk dilini filanı qadağan etdilər. Elə Talış dilində, Geyləş dilində, Kürd dilində, hamısının fars dilindən başqa. Bu dillər daha da gücləndi. Hətta bizim dilimiz İranda Pəhləvilər zamanında ədəbiyyata girmiş. Boş söhbətlərlə türk ədəbiyyatı İranda falan. Yox, heç bir şey yoxdur. Pəhləvilərdən o yüzden var mərsiyə, ağlaşma, nə bilim, qrameri bəlli olmayan, ontologiyası olmayan söz yığını, bayatıdan falandan şifahi ədəbiyyatı da bu bütün millətdə var. Amma Pəhləvilərin zamanında Səhənd kimi, Şəhriyar kimi şairlər yetişdi. Niyə? Çünki sıxışdırıldığında dil canlı bir varlıqdır, müqavimət göstərir. Ona görə bu talışların, tatların, mülkləri, ölkələrinin türkləşməsi bir baskı üzündən olmayıbdır. Türklər gəlmişlər, bura yerləşmişlər. Türklər çoxluğu təşkil etmişlər. Çoxluğu təşkil etdikləri üçün ticarətdə, məsələn, belə işlərdə də, alış-verişdə çoxluğu təşkil edən toplumun dili yavaş-yavaş bu yerləşik millətlərin dilini yerinə geçmiş. Azərbaycan Cumhuriyyətində də türklərin talışlara bağlı heç bir baskısı olmamışdır. Heç vaxt olmamışdır. Çünki dövlət olmamış. Azərbaycan dilini də orada dövlətin dili edən Ruslar oldular. Ruslar bu xətti dəstəklədilər. Elə deyilmi? Yəni siz Cəl Məmmədquluzadənin yazdığı əsərlərə baxsanız, o dildir. Dil deyil ki, qrameri yox. İrandakı dildir, Ərdəbil ləhcəsi. Daha sonra ədəbiyyata, məktəbə girəndən sonra dil öz qramerini kəşf etdi, filan etdi. Bu, türklərin iradəsi nəticəsi deyildi. Bu, Çar Rusiyasındakı gəlişmələrin nəticəsidir. Bu, təbii bir şəkildə olmuş məsələdir. Bu cürdür yəni. Amma etnik dillərin lüğətnamələrini bilmək gərəkliyində bilmədiyimiz mövzularda cəhalətimizi gidərmək üçün onlara müraciət etmək həqiqətin kəşfində, gerçəyin kəşfində bizə yardımcı olur. Məsələn, bu tat dili və talış dili lüğətnaməsi mənə çox kömək eləyir və yeri gəldiyində mən deyirəm ki, talış dilinin də bu. Mən dilimizdə yaygın olan
bir çox talışça, tatça sözləri çıxartmışdım, yaddaşd eləmişdim. Məsələn, dərgəz, milçək, çəkil, zəmi, vərdiş, çor, şaxta, tikə, şaxtaya bizdə ayaz deyirlər. Avant, meh, şeh, şoğərib, ondan sonra bambulu, kümə, gilavar, sərt, pillə, pilləkan, pəncərə, divar, dəhliz, süfrə, pendir, dovğa, şəhər, küçə, kənd, sürmə, bu qaşa qadınlar sürürlər gözə, maç, maç eləmək, gəl səni öpmək, maç eləyim, köşk, lavaş, avara, avant, ondan sonra kəhkəşan, qaşqa, abır, balınc, gilə, gilə-gilə, yəni bir-bir, bilənc, bilək, bizdəki bilək. Sanıram bu türkçə olmalıdır, elə bilək olaraq. Sonra zil qara deyirik ya, oradakı zil talışçadan gəlmədir. Sə, baş, va, qar, lanə ya da lan, yuva, bunların hamısı giziltiyə deməli qıza sanıram gizilti oradan gəlməlidir. Gizilti, giz sözü bizdə sirr anlamındadır, gizləmək sözü. Amma qız-qıza talış dilində gizilti deməkdir. Əl ağrıyanda əlim gizildəyir. Sonra giley, giley güzar. Elə giley də güzar da. Lax, lax yumurta. Leş, namərd, çirk, cildik. Belə, bunların hamısı talışça, tatça sözlərdir. Belə də talışça, tatça olmasının bizə nə zərəri var? Demokratik bir düşüncə ilə dilçilikə yanaşmaq lazımdır. İdeolojik milliyyətçilik, dinçilik eynəkini gözümüzə taxıb yaxınlaşdıq məsələyə, heç bir şey əldə edə bilmərik. Bu cürdə. Ərdəbilin ətrafında nə qədər tat şəhərlər, kətləri var. Şəhər də demək olar mı? Şəhərcik demək olar. Məsələn, Nirdi, onun ətrafında kəndlərdir. Bunların hamısı tatça və talışça tanışlar. İrandakı talışlar, şiə talışlar sürətlə türkləşirlər. Türkləşmələrinin də səbəbi budur ki, oğlanlar gedib böyük şəhərlərdə oxuyurlar, kiçik mühitə, kəndə dönmürlər, orada evlənirlər, qalırlar orada. Bunların qızlarıyla kim evlənəcək? Bunların da qızları ilə türk köylüləri, türklər falan, yəni eğitim almamış, hətta məsələn, belə aşağı işlərdə çalışan adamlar gedirlər, talış qızları ilə evlənirlər və beləliklə təbii bir şəkildə orada türkləşmə gedir. Bunu hiss etmir talışlar özləri, çünki ərimək bir nəsildə, 2 nəsildə, 3 nəsildə ortaya çıxmaz. 4-5 nəsildən sonra, ən az 10 nəsildən sonra bir də görürsən, burada bir millət yox olub getmiş. Amma sünni talışlar, məsələn, Ambaran sünnidir. Bunlar dirənirlər. Sünnilik, məzhəb bunların asimilə olmasına əngəl olur. Qız vermirlər şiə türklərə. Verməzlər, yaxşı deyirlər. Qız vermirlər, sayıları az olduğu üçün bir-birləri ilə qohum, əqrəba, anam oğlu, əmi qızı falan evlənirlər. Geniş bir kütlə deyildir sünni talışlar. İranda da talış kimliyini qoruyanlar sünni talışlardır. Şiə talışlar həm farslaşırlar, həm də türkləşirlər. Türkləşmələri təbii olur öz-özünə. Farslaşmaları da eğitim nəticəsində, fars dilində olur. Məsələn, biri var, bir Huşəng Əhmədidir, nədir bu? Yaxşı da eğitim almış, deyəsən Amerikada yaşayır. O, eğitim almış, talışdır və şiədir. Talış dilində danışa bilmir, özü talışlarla haqqında danışır. Niyə? Amma sən bir dənə sünni talışı geçinin Ambaranda danışdır. Ana dilini elə gözəl danışır ki, çünki sünnilik bir sınır, bir hədd, sərhədd oluşturmuş, qoymur o başqa məzhəb onun içərisinə girsin.
Bu bir. İkincisi, Şia Türklerdir ki, onlar Şia Türkler tərəfindən Ərdəbil ətrafında mühasirə edilmişlər. Şiəlikdə də sünnilik belə quyruqlu adam kimi görünür də. Cürət edib gedib onların qızları ilə evlənə bilməzlər. Evlənsələr də camiədə özlərinə yaşamaq üçün yer tapa bilməzlər. Ona görə sünni talışların asimilə edilməsi əngəllənir. Mən bu asimilasyona qarşıyam. İstər təbii şəkildə, istər devlet politikası olarak. Devlet politikası olarak asimilasyon müvəffəq ola bilmir. Çünkü zor var. O doğal, təbii asimilə ahəngini pozur, müqavimət yaranır. Amma təbii şəkildə olana da qarşıyam, amma onun qarşısını almaq olmaz. O təbiətin öz işidir də. Bu cür belə olur. Xülasə söz savalandan çıxdı. İndi təzə mod olubdu. Heç bir dilçilik, yabancı dil bilməyən adamlar çıxırlar, elə İrandadır, Ərdəbildən zaten adın qoyur, türkçüdür, savunmaq sözündəndir, alan meydan deməkdir. Oradakı nun da yəni meydanı alandır. Yəni savunub meydanı alan. Belə dilçilik olar. Bəs burada bu tərəflərdə, bu yerlərdə yaşayan xalqların dilində əcəba bu dağa nə deyilmiş? Bu sorunu sormanın nə ayıbı var? Savadan sözünün talışça olması bizi bədbəxt eləyəcək, cebimizi yandıracaq. Ne olacaq? Hiçbir şey yok. Həqiqət budur. Doğru olan budur. Ona görə Zəki Vəldi Toğanın orada o savalan sözü ilə olan etimolojik açıklamanı yanlışlaması, yalanlaması doğru ve erdemli bir işti. Çünkü Zəki Vəldi Toğan bilim adamıydı. Dikkat edersiniz mi? Ona saygılar göstermek gerekir.